Deməli, biz deyəndə ki, bu insan insanları fahişliyə dəvət edir. Bu insan insanları iyrənc əməllərə dəvət edir. Lakin bu tək deyil. Bunun kimi mındar düşüncəli, fikirli insanlar dünyanın hər yerində var. Və bu da onlardan təsirlənir. Ölkəmizdə belə iyrənc fikirləri yayır. Adam deyir ki, bir insan homoseksual ola bilər. Təsəvvür edin, heç kəsin işinə qalmayıb ki, onun intim məsələsinə qarışsın. Mən sizə dəyərli xalqımız, analarımız, bacılarımız, bizim böyüklərimiz, iffətli insanlar, ailəsinin namusunu, qiriyyətini hər şeydən üstün tutan insanlara səslənirəm buradan ki, sizcə belə dindar ola bilərmi? Bir dindar deyə bilərmi ki, heç kəsin borcuna qalmayıb kiminsə intim məsələsi, kiminsə yataq məsələsi, adam özü bilər, nə istəyir eləsin, necə istəyir eləsin. Belə bir dindar ola bilərmi dəyərli müsəlman bacı və qardaşlarımız? Allahın kitabını, Quranı özünə müqəddəs bilən müsəlmanlara mən sual verirəm. Belə bir dindar, belə bir Allaha dəvət eləyən ola bilərmi? Adam deyir ki, kim nə istəyir eləsin. Kişi kişiyə gedə bilər, qadın qadına gedə bilər. Təsəvvür eləyin. Yəni, bunun düşüncələri ilə, fikirləri ilə olsa, heç kəs belə insanlara bu iyrənc əməlləri qadağan etməməlidir. Çünki Allah Quranda belə bir ayə nazil etməyib ki, kim belə etsə cəhənnəmlidir. Təsəvvür edin, dəyərli müsəlman bacı və qardaşlarımız. Allah subhanahu wa ta'ala bir kişinin özünə aid olmayan bir qadınla münasibətdə olmasını, yəni ona haram olan qadınla münasibətdə olmasını haram eləyib. Qaldı ki, indi kişi kişiyə getməsi və ya bir qadın başqa qadına getməsi və belə dini dar, dırnaq arası din alimi adlandıran insanların da deməsi ki, heç kəsin borcuna qalmayıb intim məsələsi, təsəvvür eləyin, yəni belə bir din dəvətçi ola bilərmi İslam dəvətçisi? İnsanları gör hara çağırır? Müsəlmanların evladlarını, qızlarını, oğlanlarını necə iyrənc bir yola dəvət eləyir? Mən buradan ona sual verirəm. Əgər sənin qızın, oğlun, sənin ailən özü bu yolu seçsələr bu yolu, homoseksual olsalar, kişi kişiyə getsə, qadın qadına getsə, başqasına getsə, sən deyəcəksən ki, mən ona qarışa bilmərəm, onun şəxsi işidir, mənim borcuma qalmayıb, belə bir şey ola bilər. Çünki sən deyirsən ki, mən evladlarımı buraxmışam necə? Özləri seçsinlər. Onların ixtiyarına buraxmışam, mühakimə etsinlər. Yaxşı, mühakimə etdi sənin oğlun və qızın, seçdi bu yolu. Sənin sözünlə olsa, sənin bu dəvətinlə olsa, Qurana müxalif olan dəvətin iyrənc namuslara, qiriyyətlərə, vicdanlara, şəxsiyyətlərə müxalif olan bu iyrənc dəvətinlə olsa, o deməkdir ki, yəni özü bilər, nə olsun mənim oğlumdur, nə olsun ki mənim qızımdır. Allah ona seçim verib. O da bunu seçib, homoseksualdır qızım, bir şey olmaz. Oğlum homoseksualdır, bir şey olmaz. Mən buradan sənə sual verirəm. Qızıva, oğluva rəva bilirsən bunu? Yəni onlar bunu seçsələr, sən də razılaşacaqsan bununla. Sən buradan insanlara videoların qarşısında deyirsən ki, heç kəsin borcuna deyil, onun işinə qarışsın. Sonra deyirsən ki, biri içki içə bilər, biri bu yolu tuta bilər. Kim deyə bilər ki, o cəhənnəmlidir? Heç kəs demir ki, o cəhənnəmlidir. Lakin sən qısa bir şəkildə əməl günahdır deyib və heç kim onun işinə qarışa bilməz deməyin, onlara bu yolda rahat kömək eləməyindir. Zaten sən insanlara deyirsən ki, Allahdan qorxmaq lazım deyil, Allahın mərhəmətini ümid eləmək lazımdır. Elə Allahın qorxusunu aradan yığışdırıb, bu şəhvətlərə uyan insanlara bu fətvalarla kömək eləyirsən. Anaların və bacıların, o valideynlərin qarğışları sənin öz balalarından bir gün çıxacaq. Bilirsən niyə? Çünki sənin kimi dindən qandığı heç bir qrafası olmayan, cahil, iki feili bir-birindən ayıra bilməyən, savadsız dini darlar, bax belə icazə verirlər bəzi valideynlərin, o necə deyərlər, şəhvət düşkünü olan evladlarına ki,
gedin bu yolu seçin. Allah sizin barədə Quranda heç bir ayə nazil etməyib. Allah Teala ayələr nazil edib. Allah Teala ayələr nazil edib. Lakin biz bilirik ki, aləmlərin Rəbbi olan Allah ədalətlidir. İnsanların, evladlarının namusunu və qiriyyətini belə rahat pozduğuna görə Rəbbimiz onları səndən çıxardacaq. Onları səndən və sənin ailəndən Allah Subhanahu wa Ta'ala bunları çıxardacaq. Dəyərli xalqımız, biz bu insana öz danışığına uyğun cavablar veririk. Elhamdülillahi Rabbil Ələmin verməyə də məcburuq. Özünü din adamı adlandırıb hər bir fahiş işlərə dolayısı yollarla yol açan bu insana susmaq olmaz. Allahın kitabını inkar eləyən, Peyğəmbərimizə şərəfsiz deyən, ona ağzına gələni deyən, adi bir insandır deyən, əşhədü ennə Muhammədən abduhu və rasuluhu boş şeydir deyən bir insana biz bir müsəlman olaraq susa bilmərik. Onun özü deyir ki, adam, mən dostumdan birinə sual verdim ki, sən istəyərsənmi qızın filan yaşında ərə getsin? Elə bilirəm ki, Elşad Miri, mənim də sənə, sənin qızın və oğlun bu yolu tutmaq istəsə verdiyim bu sual ki var, sənə böyük təsir eləməz. Çünki sən də özün hətta yaxın dostuva belə bir sual verən adamsan. Xətirivə dəyməz inşallah mənim bu sözlərim. Əksinə gözləyirəm ki, sən çıxıb cavab verəsən. Əgər verə bilsən. Vəlhamdülillahi Rabbil Ələmin.